Esselamu Aleyküm değerli dostlar, tanışlar, izləyicilər. Sizcə iş həyatında, ofisdə, biznes mühitində və ya ticarətdə ən böyük sərvət, ən böyük dəyər nədir? Pulmu, vəzifəmi, yoxsa güvənmi? Siz cavablarınızı şərhlərdə yazın. Mən isə öz cavabımı 3 xüsusiyyət üzərində cəm etməyə çalışacağam Allahın izni ilə. Birincisi dürüstlük və ədalət. Allah qatında qəbul olan yeganə din, İslam dini bizə öyrədir ki, insanlarla hansı mühitdə olmağımızdan asılı olmayaraq, kiminsə haqqına girməyək, onlarla ədalətlə davranaq. Xüsusilə tabeliyimizdə işçilər varsa, sonra yalan danışmayaq, hər zaman dürüst olaq. Rəbbimizin bu ayəsini el dili ilə desək, qulağımızda sırğa etməmiz lazımdır. İ'dilu huve aqrabu littaqva. Ədalətli olun, bu təqvaya, Allah qorxusuna daha yaxındır. Vettaqullah innallaha xabirun bima ta'malun. Allahdan qorxun, şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. Təsəvvür eləyin, hansısa bir işdə işçi müdirinə və ya rəhbərinə qarşı dürüst deyil, aldadır, işin haqqına girir, yalan danışır. O işdə uğurdan söhbət gedə bilərmi? Cavab bəllidir. Və ya onun əksini düşünək. Bir müdir və ya rəhbər işçilərinə qarşı ədalətli olmazsa, iş bölgüsünü ədalətlə etməzsə, birini çox işlədib o birisinə kef yaşadarsa, o işçilərdə motivasiya olarmı? O mühitdə hansı performansdan danışmaq olar? O kollektivdə hansı səmimiyyətdən söhbət gedə bilər? Quran da, hədis də, təcrübə də bizə sübut edir ki, ədalətli və dürüst insanın sözü keçərli olar, dəyərli olar, insanlar ona güvənər. Doğrudan da güvən ən böyük sərvətlərdən biridir. Puldur, vəzifədir, bunlar yaxşı şey olsa da, güvən olmadıqda heç olub gedər. Amma insanların sənə olan güvəni və ya etibarı varsa, bu həm dünyada, həm də axirət üçün bir qazancdır. İkinci xüsusiyyət, inşallah onu növbəti videoda danışacağam. Bizi izləməkdə qalın və Allaha əmanət olun.